Rəqəmsal transformasiya nədir və nədən başlamalıyıq? Siz Asan TV YouTube kanalımızda və Asan Radioda Azərbaycanda rəqəmsal transformasiya verilişinə qulaq asırsınız. Verilişimizin daimi eksperti Siemens tərəfdaşı Qafar Məcidovdur. Xoş gəlmisiniz. Salam əleykum. Çox sağ olun dəvətinizə görə. Verilişimizin qonağı isə ERP System şirkətinin təsisçisi və eyni zamanda Azərbaycanda rəqəmsal inkişafın tanınmış siması Şəhla Axundovadır. Siz də xoş gördük. Salam. Çox təşəkkür edirəm dəvətinizə görə. Belə bir verilişin olmasını çox vacib hesab edirəm və mənim üçün bu bir fəxrdir. Bugünkü mövzumuz çox aktualdır, çünki artıq dünyada yeni tendensiya başlayıb və hər şey rəqəmsallaşmağa doğru gedir. Elə eyni zamanda əmək bazarında da hazırda biz bunun tətbiq olunduğunu görürük. İstəyərdim ki, ilk olaraq bizi dinləyən və izləyən tamaşaçılarımız üçün bu mövzunu birinci açaq ki, ümumiyyətlə rəqəmsal transformasiya nədir və hardan başlamalıyıq Qafa mənim? Rəqəmsal transformasiya elmi dillə danışsaq, fiziki və mexaniki proseslərin rəqəmsallaşmasıdır. Rəqəmsal transformasiyadan öncə rəqəmsallaşma var. Rəqəmsallaşma ən gözəl nümunəsi biz yazı. Məsələn, qabaq yazı necə olardı? Qələm lazımdır, mürəkkəb lazımdır, kağız lazımdır. Oturursan, bu mirzə bir insan yazırdı. Yazanda nəsə səhv buraxırdı. Bütün vərəq cırılmalıydı, təzədən başlanmalıdır. Amma indi bu proses tam rəqəmsallaşıb. Hamı da artıq ondan istifadə edir. Biz gün ərzində minlərlə mətnlər yazırıq bir-birimizə WhatsApp-la, Telegram-la, e-mail vasitəsilə. Hətta o mətnlər heç vaxt çap olunmur. Amma onlar yazılır. Bu isə artıq rəqəmsallaşmanın nəticəsi olaraq insanların ünsiyyətinin rəqəmsal transformasiyasıdır. Yəni, keçmişdə biz bir-birimizlə ünsiyyətdə olmaq üçün məktub yazmalıydıq, atıb aparıb onu poçta salmaq, poçt qutusuna salmalıydıq. Həmin o fiziki məktub bir şəhərdən o birisi şəhərə getməli, çatmalı idi, vaxt keçməli idi. İndi isə artıq insan mədəniyyəti dəyişib, transformasiyadan keçib və biz bir saniyənin içində ani şəkildə bir-birimizin dünyanın istənilən yerdə yazışa bilirik. Yəni, əslində bizim həyatımız asanlaşıb artıq deyək. Bəli. Texnologiyanın həyatımıza gətirdiyi yeniliklərdən də biri budur. Və siz necə düşünürsünüz bu mövzuda Şəhla xanım? Mən uzun müddətdir ki, biznes dünyasında çalışıram. Amma bu illər inanıram ki, rəqəmsallaşma tək texnologiya deyil. Bu həm də düşüncə tərzidir. Və buna uyğun da biznes sektorunda, özəl sektorda işləyən sahibkarlar birinci olaraq öz düşüncələrini dəyişməlidirlər. Yəni, rəqəmsallaşmaya biz öz düşüncə tərzimizdən başlamalıyıq. Birinci növbədə düşüncə tərzimizi dəyişməliyik, sonra da işimizə tətbiq eləməliyik, vurğuladınız. Siz də vurğuladınız özəl sektor məsələsini. Biz bilirik ki, indi böyük şirkətlər var, kiçik şirkətlər var. Böyük şirkətlərin bəzən resursları da böyük olur, amma kiçik şirkətlərdə bu biraz başqa gedir proses olaraq. Qafam mənim, ümumiyyətlə, kiçik şirkətlər bu prosesi hardan və necə başlamalıdırlar ki, onlar rəqəmsallaşmalı da məhz öz işlərində tətbiq edə bilsinlər? Tamamilə Şəhla xanımla razıyam, mən burada həm fikirəm. Düşüncə tərzindən başlanmalıdır. Yəni, o şirkətin həcmindən asılı deyil. Balaca bir dükkan da ola bilər, rəqəmsallaşa bilər. Məsələn, pandemiya zamanı biz bunun şahidi olduq. Hansısa böyük bir şirkətlər, böyük şəbəkələr xırda dükkanlarla rəqabət apara bilmədi. Olurdu ki, balaca bir dükkan hardasa uzaq bir yerdə Instagram səhifəsi açıb öz satışını eləyirdi. Və sosial şəbəkələrdə böyük, nəhəng şəbəkələrdən daha fəal idi, daha uğurlu idi. Yəni, bu həcmdən asılı deyil, düşüncə tərzidir. Sizə niyə belə bir sual verdim? Əslində, kiçik və böyük şirkət. Çünki bizdə bir düşüncə tərzi var ki, əslində, texnologiya deyiləndə bu bizim önümüzə biraz pullu görünür. Ümumiyyətlə, texnologiya nədir? Artıq biz onu tətbiq edirsə, müəyyən bir maliyyə sərf eləməliyik ona. Ki, artıq bahalıdır və yaxud çox pul xərcləməliyik buna. Bu sadəcə yoxsa bir mifdirmi? Necə düşünürsünüz bu barədə Şəhla xanım? Ümumiyyətlə, bu proses bahalıdır, yoxsa bizim düşüncəmiz belədir? Birincisi, mən istəyirdim onu vurğulayam kiçik bizneslə bağlı. Buyurun. Rəqəmsallaşmaya başlamaq üçün birinci daxili araşdırmalıdırlar. Ən çox vaxt və resurs aparan əməliyyatları avtomatlaşdırmadan başlamalıdırlar. Bu, həm işin effektliyi və xərclərin azalmasına gətirir. Digər məsələ
ERP Systems mifdir və ya mif deyil, bu mifdir. Əvvəllər düşünürdüm ki, ERP Systems yalnız iri şirkətlər üçündür. Amma indi anlayıram ki, bu biznes ölçüsündən asılı deyil. Rəqəmsallaşmaya dəyər verən bütün biznes, özəl sektor rəqəmsallaşmaya əldə edə bilər. Çünki hal-hazırda biz elə zamanədə yaşayırıq ki, hər bir şey dəyişir və çox böyük bir sürətlə dəyişir. Və biz demək olar ki, rəqəmsallaşmada hələ biz geridə qalmışıq. Bu mənim öz düşüncəmdir. Çünki elə bir sənaye sektorlar var ki, xüsusən onların ehtiyacı var rəqəmsallaşmanı çevik bir şəkildə başlasınlar. Rəqəmsallaşmanı da başlamaq üçün ən böyük vacib bir olan məsələ odur ki, onlar öz biznes proseslərini təhlil etsinlər. Bəli, biznes ümumiyyətlə proseslərin təhlilindən danışdınız. İstəyərdim ki, Qafar müəllim biraz da bu mövzunu açaq ki, ümumiyyətlə bu biznes proseslərin təhlilindən biz danışanda xüsusilə sahibkarlar və digər mütəxəssislər ümumiyyətlə burada hansı mərhələləri nəzərə almalıdırlar, hansı çatışmazlıqları və digər mövzuları müzakirə etməlidirlər ki, artıq daha rahat bir şəkildə bu rəqəmsallaşmanı tətbiq edə bilsinlər. Ümumiyyətcə biznes proseslərinin təhlili özü təbii yolla şirkəti rəqəmsallaşmaya gətirəcək. Şirkətlərin demirəm, indi çoxlu xırda, orta, iri bizneslər sözsüz çoxsunda artıq o biznes proseslər formalaşıb, yazılıb, lazım olan şəkildə qurulub. Amma belə şirkətlər var ki, ümumiyyətlə öz biznes proseslərindən xəbərləri yox. Onlar pərakəndə şəkildə işləyirlər. Orada bir boşluq var o zaman. Ya həmin prosesin gedişində biz deyərdik. Deməzdim boşluq. Bu mövcud reallıqdır da. Bu biznes axı qurulanda heç kəs onun proseslərini düşünmür. Biznesi qururlar ideya üzərində. O ideya üzərində biznes qurulur, hansı bir fəaliyyət başlanır. Sonra artıq onun rəhbəri başlayır bunu təkmilləşdirməyə, proseslər yazılır, proseslər bəlli olunur. Bu mərhələ şirkətlərin çoxsunda demək olar ki, yoxdur. Yəni bu hətta məsələn şirkət var ki, böyük bir şirkətdir, həvəslidir, rəqəmsallaşmaq istəyir, mütəxəssis çağırırlar, ERP sistem almaq istəyirlər. Hər bir fərq etməz hansı bir ERP sistemi. 1S-dir, Logos-dur, fərq etməz. Mütəxəssisi dəvət edəndə aydın olunur ki, aşkar olunur ki, heç bu şirkətin biznes prosesləri hələ tam bəlli deyil. Bu da böyük bir işdir, balaca iş deyil. Yəni bununla da əlbəttə ki, mütləq oradan başlamaq lazım. Qafar müəllim, ümumiyyətlə məncə, yəni mənim şəxsi düşüncəmdir ki, bu sahibkarlar bu prosesi özlərinə tətbiq etməmişdən öncə əksinə bu suala bir cavab tapmaq lazımdır ki, yəni niyə rəqəmsallaşmağa getməliyəm? Yəni mənə bu nə verəcək və mən artıq burada nə qazanacağam? Birinci bu suala cavab tapandan sonra məncə bir araşdırma, bir research lazımdır ki, orada bu mənə niyə lazımdır? Bəs bu niyə lazımdır sözünün ətrafında nələr var? Yəni biz artıq əlçatanlığı dedik, ümumiyyətlə əmək bazarındakı rəqabətliyə də toxunduq. Biz başqa nə qazanırıq biz? Yəni bu proses bizə niyə lazımdır? Niyə rəqəmsallaşmalıyıq? Alarmist səslənmək istəmirəm. Amma ümumiyyətcə sürətlə dəyişən zamanda yaşayırıq. Biz artıq platforma iqtisadiyyatındayıq. Fikir verirsiniz ki, taksi sifariş eləmək istəyəndə biz telefon tətbiqi vasitəsilə, platforma vasitəsilə minlərlə sürücülər, minlərlə sərnişinlər bir platforma içində bir-birini tapır və bir-birindən faydalanır. Ya məsələn, onlayn satış platformaları, Trendyol, nə bilim, Temu və s. Wildberries, Ozon çoxdur. Restoranlardan sifariş və s. və s. Onlar heç birisi Azərbaycan platforması deyil. Artıq xaricdən alınır. Onlar xaricdən gələn bir platformalardır. Amma Azərbaycan artıq gecikib bu məsələdə. Və hansısa bir bizneslər artıq itirib. Yəni mən çox bilmirəm dəqiqliyinə, amma dindir söz, bəlkə də taksi şirkətləri var ki, deyir ki, biz
bazarımızı itirdik. Nəyə görə? Çünki vaxtında rəqəmsallaşmadı. Ki artıq bazarda kimlər var və biz onları yaxşı bilirik ki, onlar da bizə aid deyil. Yəni daha çox xaricdən alınan və xaricdə onların ofisləri də məsələn xaricdə yerləşir ki, biz əgər özümüz onu tətbiq etsəydik. Yox, söhbət indi ondan getmir. Dünya qloballaşır. Təbii, təbii. Fərqi yoxdur harda o yerləşir. Çünki dünya iqtisadiyyatı dəyişir. Azərbaycan iqtisadiyyatı dəyişir. Yəni cənab prezident də məsələn bu yaxınlarda fərman imzaladı ki, Azərbaycanın Türk Dövlətlər Təşkilatı ilə birgə rəqəmsal iqtisadiyyat haqqında fərman imzalayıb. Yəni biz bilirik bu reallıqdır. Azərbaycan dövləti lazım olan tədbirlər görür. Azərbaycanda artıq bu proseslər var. Amma uyğunlaşmaq lazımdır. Bizneslərdə geri üzləri üçün nəticə çıxartsın. Yəni o uyğunlaşmasa gecikəcək. Biz əslində elə dövlətin ümumiyyətlə bu prosesi nəzarətinə toxunduqsa istədik biraz da bu məsələyə geniş baxaq ki, ümumiyyətlə Şəlalə xanım, dövlət bu prosesə necə təsir göstərir? Dövlət rəqəmsallaşma sahəsində inkişafa doğru gedir. Çünki bildiyinizə görə agentliklər yaradılıb və məsəl üçün rəqəmsallaşma burada tək ERP sistemlərdən getmir. Məsəl üçün biz 2014-cü ildə şirkətin fəaliyyətini başlayanda ERP sistemlər haqqında danışanda ümumiyyətlə özəl sektorlarda anlaşmamazlıq qarşılanırdı və indi isə çox şey dəyişib. Yəni də mən bildirmək istirdim ki, dəyişikliklər gedir. Tək ERP sistem yox, məsəl üçün rəqəmsallaşma var sənaye sektorlarında. Bunun üçün məsəl üçün xüsusi texnologiyalar var. Bu həyat yaşam dövriyyəsi, məsəl üçün ona deyirlər Product Life Cycle Management, PLM. Və ona bildirim ki, bizim dövlətimiz bunun üzərində böyük işlər görür və mən deyim ki, mən çox yüksək dəyərləndirirəm ki, bizdə buna doğru, yəni inkişaf gedir. Biz də özəl sektor olaraq, bizim də borcumuz odur ki, qabaqcıq olaq, biz də inkişaf edək. Bir növ özəl və dövlət sektorunda, sahələrində çalışan insanlar artıq bu mövzuda bir-birlərinə baxın, o dəstəyi verməlidirlər ki, istənilən formada. Həm də bir özəl sektor, hər hansısa bir dövlət qurumundakı bu rəqəmsallaşmanın tətbiqini görəndən sonra təbii ki, o da öz, necə deyərlər, şirkətində öz sahibkarı olduğu iş yerində artıq onu tətbiq etməyə çalışacaq ki, Qafar müəllim, artıq biz şahidiyik ki, dövlət qurumlarında rəqəmsallaşmaya doğru gedirlər. Biz hazırda olduğumuz, məsələn, Asan Radionə, Asan Azərbaycan Milli brendi də xüsusilə bu istiqamətdə bir çox addımlar atır və digər qurumlarda. Fikirləriniz maraqlıdır. Bizdə Azərbaycanda dövlət qurumları özəl sektordan xeyli qabaqdadır. Elə Asan Xidmət, yaxşı ki, siz vurğuladınız Asan Xidmət. Asan Xidmət 13 ildir. 13 il bundan qabaq adi bir dənə pasport, xarici pasportu almaq üçün, indi gənclər, bugünkü gənclər bəlkə onu bilməz. Amma biraz yaşa dolmuş insanlar mənimlə razılaşarlar, həmfikir olarlar. Adi xarici pasport almaq üçün saatlarla, günlərlə bugün gedib növbəyə yazılırdıq ki, 2 gündən sonra, 3 gündən sonra növbəmiz çatanda pasportumuzu alaq. Növbə. Yaxşı ki, biz o problemləri yaşamırıq. Yox, hamısını bir ani şəkildə Asan Xidmət onları ləğv elədi. Rəqəmsallaşmanın nəticəsi budur. Vergilər xidmətindən danışmaq istəyirdim. Vergilər xidmətində elektron qaymə var. Təsəvvür edin ki, nə qədər tonlarla lazım olmayan kağızlar daşınırdı bir şirkətdən o birisi şirkətə. Məktub, onun içinə sən invoice qoymalısan, nə bilim, qaymə qoymalısan, aparırsan, onlar orada imzalayır. Sənin üçün banka göndərirlər sənədlər, yenə paçka-paçka kağızlar. Sonra bunun aktı olmalıdır. Onlar hamısı ləğv olunub. Bu günlərim kompüter arxasında ekologiya təsiri var, bizim vaxtımıza təsiri var, hər şeyə təsiri var və bu proseslərin başında dövlət durur. Əvvəl dövlət addım edir, sonra biznes ona özünü çatdırır. Qafar müəllim, əslində siz danışandan sonra mən bir daha necə deyərlər, şad oldum və sevindim ki, doğrudan da Z nəslinin nümayəndəsiyəm ki, artıq bizdə doğrudan belə problemlər yoxdur. Biz elə rəqəmsallaşmanın bir növ içində dünyaya gəlmişik.
Şəla xanım, istəyərdim ki, ümumiyyətlə bir son olaraq daha sona doğru gedirik buraxılışımızın. Bizi dinləyən tamaşaçılarımıza, dinləyicilərimizə bir tövsiyə verəsiniz ki, onlar ümumiyyətlə necə başlamalıdırlar və nə etməlidirlər? Zamanəyə uyğun dəyişikliklərə açıq olsunlar, qorxmasınlar. Çünki mən bir şey bildirmək istəyirəm. Çox bir vaxt hər bir şirkətdə yeni bir şey tətbiq olunanda iki nəsil bir-biri ilə anlaşmamazlıq yaşayır. Yəni var o nəsil ki, öyrəşib köhnə sistemlə işləmək və digər nəsil ki, yenilik istəyir. Həmin zaman anlaşmamazlıq olur. Kim açıq olur bu yeni həlləri qəbul etmək, onlar daha çox əldə edirlər. Amma kim ki, qəbul etmir, onlar nə qədər itirirlər. Çünki vaxt gəlir, yenə də gəlirlər, çıxırlar o nöqtəyə ki, lazımdır, dəyişikliyə açıq olmaq lazımdır. Ona görə mənim tövsiyəm odur ki, onlar düşüncə tərzlərini dəyişsinlər, rəqəmsallaşmaya açıq olsunlar. Yəni burada bir fikir nəsillər arası olan bağlılıq da yoxdur. Yəni əslində çünki 90% yerlərdə hətta bəzən biz ümumiyyətlə real münasibətdə də görürük ki, bunları biraz tətbiq etmək çətin olur. Çünki insanlar öz qəlbləşmiş düşüncələrindən kənara çıxmaq istəmirlər. Amma ümid edirik ki, siz dediyiniz kimi artıq onlar və həmin o biz dediyimiz qəbul etməyən nəsil də bir gün anlayacaq ki, doğrudan da bu lazımdır. Qafar müəllim, nəticəni də istəyərdim sizlə ümumiyyətlə yekunlaşdıraq. 3 çıxarış bizim üçün bugünkü ümumiyyətlə buraxılışımız ümumiyyətlə bu mövzuda. Çevik olmaq lazımdır. Gələcəyə ümidlə baxmaq lazımdır və Şəhla xanım düz buyurduğu kimi qorxmaq lazım deyil. Yəni bunlar hamısı təbii proseslərdir və mənim tövsiyəm olardı ki, bizim verilişimizə baxsınlar. Mütləq. Çünki bizim verilişimiz və yenə də Şəhla xanımın təşəbbüsü ilə başlandı. Bu rəqəmsal transformasiya vacib bir məsələdir və biz bu verilişdə inşallah çoxlu böyük vacib məsələlərə toxunacağıq gələcəkdə. Baxsınlar bizim verilişimizə. Necə deyərlər? Əslində bunu kino üçün deyirlər. Biz gəlin bu sahəyə dair deyək. Yəni həm maraqlıdır, həm də qəlizdir. Amma öyrənəndən sonra artıq qəlizlik də qalmır. Çox sağ olun gəldiyiniz üçün. Qafar müəllim siz də, Şəla xanım sizə təşəkkür edirik. Düşünürəm ki, maraqlı bir müzakirə oldu. Təbii ki, buna bizim izləyicilərimiz və dinləyicilərimiz qərar verəcəklər. Əziz dinləyicilər, əziz izləyicilər, siz Asan TV-də və Asan Radioda Azərbaycanda rəqəmsal transformasiya verilişini həm dinlədiniz, həm də izlədiniz. Verilişlə bağlı fikirlərinizi bizim YouTube kanalımızda şərh bölməsində yazıb suallar da ünvanlaya bilərsiniz ki, gələn buraxılışlarda biz artıq bunları nəzərə alaq. Gözünüz və qulağınız bizdə olsun.